bir söhbəti sizə təqdim edəcəyik. Teymur bəy, xoş gördük sizi. Xoş gördük Ləman xanım. Bu İslam dünyasının müqəddəs aylarından biri olan Ramazan ayında sizin qonağınız olmaqdan çox şadam. Dəvət üçün təşəkkür edirəm. Çox sağ olun. Mən də sizə minnətdaram. Deməli, biz ötən həftənin sonuncu günü idi, cümə günü idi. Yəni iş günü baxımından deyil, sonuncu gün deyirəm. Biz müzakirə edirdik ki, artıq Ermənistan və Azərbaycan arasında sülh sənədi, sazişi demək olar ki, tərəflər açıqlanmışdı, hazırdır. Razılaşdırılmayan bir-iki məqamlar vardı. Buna baxmayaraq sənəd hazırlanmışdı. Hətta dünyanın bir çox ölkələri, hətta Avropa İttifaqı, o bu təqdir elədi, təbrik elədi, hətta Makrona qədər. Ardınca həftə sonları artıq atəşkəs pozuldu. Və indi də baxın, orada yenə də toplanışlar var. Avropa İttifaqının missiyası o əraziyə gedir. Biz atəşkəsin pozulduğunu deyirik. Eyni zamanda Ermənistan orada yenə də fortifikasiya qurğuları, qoşun cəmləşdirir. Səhər-səhər xəbərlər vardı. İndi uçuşları dayandırır. Düz uçuşları hava meydançası ilə bağlı əlaqələndirir. Amma belə ehtimallar var ki, bu da nəyəsə hesablanmış bir addımdır. İstənilən halda eskalasiyadan danışılır, eskalasiya iddiaları var. Nə düşünürsünüz bununla bağlı? Yəni biz sülhə hazırlaşdığımız bir vaxtda müharibəyə mi gedirik yenə də? Siz uçuşları dayandırmaq indiki məlumatdır, yoxsa... Bəli, o indiki məlumatdır, düzdür. Burada xəbər az əvvəl paylaşılıbdır. Bu, təbii ki, jurnalistlərin təhlilləridir. Amma deməli, uçuşların dayandırılması ilə bağlı xəbərin detallarında bildirilir ki, deməli, Ermənistan uçuşları dayandırıb, qoyulub aydınlıq olsun deyə aprelin 6-sından sonraki tarixə bilet almış və ya bron edilmiş bütün sərnişinlərin müvafiq şirkətlə əlaqə saxlamaları xahiş olunur. Uçuşların dayandırılmasının səbəbi aviaşirkətin inkişafı üçün yeni təyyarələrin alınması və meydançanın yenilənməsidir. Biraz bilirsiniz, yəni meydança yenilənəndə uçuşlar dayandırılırmı? Birincisi, Azərbaycanın bu Ermənistanın hava məkanının bağlanması və yaxud da ki, dediyiniz o hava meydançanın, təyyarələrin alınmasının Azərbaycanla İraq dırnaqarası bir mübarizə, müharibə olsa, münaqişə olsa, ora aidiyyəti yox. Ona görə də mən o aviaşirkətin hələlik dediyi o ki, səbəb deyir ki, təyyarələri... Ona inanırsınız. Ona inanmağa çalışmalıyıq. Bu belə, bunun sabah bürsüyünə və yaxud da axşama çıxacaq. Amma mən sizə bir məsələ deyim. Siz dediniz ki, kaliber az, bu neçə vaxtdır bu məsələlər gedir ki, nə bilim, indi bizə tələbələrimiz də sual verir. Aprel ayında müharibə olacaq, gözlənilir. Nə belə bir fikirlər bilir. Və ardınca da olsa bilənlər də bilirdi. Azərbaycan Ermənistan arasında qeyri-rəsmi diplomatik danışıqlar davam edirdi. Və hər iki tərəfdən çox xoş fikirlər bildirildi. Və mənə ən çox bilmirəm, jurnalist kimi baxmısınız, baxmamışsınız, müzakirə etməmişsiniz. Paşinyanın jurnalistlərlə Yerevanda yaxşı bir mətbuat müsahibəsi olmuşdu. Türkiyə-Ermənistan münasibətləri. Bəli, 2 gün Türkiyəli jurnalistlər gəlmişdilər. Jurnalistlər gəlmişdilər, Türkiyəyə təriflər deyirdi və s. Ardınca qlobal fonda Ceyhun Bayramov cənablı Azərbaycanın Xarici İşlər naziri dedi ki, hazırdır və qarşı tərəfdə təsdiqlədi. Amma Mirzayan dedi ki, əlbəttə bütün diplomatik danışıqlarımız var, amma müəyyən anlaşılmamazlıqlarımız hələ qalıb. Amma buna baxmayaraq biz Azərbaycanla sülh müqaviləsi imzalanmağa razıyıq. Anlaşılmamazlığın qalmağı biri Zəngəzur dəhlizidir. Onlar onu dəhliz kimi qəbul etmirlər. Ümumiyyətlə deyirlər ki, 8 noyabr bəyanatında da digərlərində belə bir şey yoxdur. Onların ən çox böyük səbəb budur. Və Vladimir Putinə zəng elədi Paşinyan, hətta Tramp administrasiyası bizi təqdir etdi və digərləri. Amma birdən-birə, indi siz deyirsiniz, mən üzr istəyirəm, çünki mən sizə hələ 12-də dərsə girmişim, o nə qədər sakitçilik idi. İndi deyirsiniz ki... Amma ateşkəs dünəndən pozulub, dünəndən pozuntular vardı, bəli. Dünəndən pozuntular heç, yəni bu hava məkanı məsələsi bağlamanız adı digərləri də ki, yəni belə bir şey olur və indi oxudunuz ki, Ermənistanda ehtiyat səfərbərlik əsas. Mənə elə gəlir ki, bu bizdə də olur. Aprel ayında müəyyən ehtiyat səfərbərlik tədbirləri keçirilir ona görə. Mən indi atəşkəsi kim pozur? Və Avropa Birliyi missiyası da oradadır, durbinlə baxırlar. Mənə elə gəlir ki,
Rusiya Federasiyası yenə bu atəşkəsin pozulmasında və yaxud da bu sülh müqaviləsi olsa bu sülh müqaviləsinin imzalanmamasında ən böyük əngəllərdən biri Rusiya Federasiyasıdır. İndi aydındır ki, orduda Rusiya yönümlü zabitləri və digərlərini və üstəgəl də o sərhəd məntəqələrində və digərlərində Rus meyilli zabitlər, belə deyək, təmizlənmə gedir. İndi bu atəşkəsi kim pozur? Rusiya tapşırıq ilə pozur, Ermənistan pozur, Qərb pozursa bunu niyə pozur, niyə etmək istəyir indiki məqamda? Əgər dediniz ki, Macron deyir ki, alqışlayıram. Baxmayaraq Fransa Azərbaycana qarşı açıq düşmənçilik bir siyasəti aparır. İndi mənə elə gəlir ki, nədir? Burada hələlik Ermənistanın Xarici İşlər Naziri, Ermənistanın Müdafiə Nazirliyinin bəyanatları da qəribədir, maraqlıdır və bizim tərəfimizdə hələ bir şey deyil Azərbaycan Müdafiə Nazirliyi. Yoxdur açıqlama. Açıqlama olmadığına görə hələlik biz də bir fikir bildirmək istəmirəm. Amma mən yenə burada bu sülh müqaviləsini istəməyənlər, imzalanmasının əleyhinə olan adamların işinə yarayır və dediniz ki, Pezeşkiyana da zəng edir və digərlərinə də zəng edir. Ona görə də mən hələlik burada bu müqavilənin bağlanmasında ən önəmli səbəb və bu atəşkəsin pozulmasında da görsəməyən mən Rusiya tərəfini görürəm. Yeri gəlmişən Rusiya rəsmisi Matviyenko bugün Azərbaycanda səfərdədir. Yəni sülh sənədi hazırdır. Yaxın vaxtlarda sülh sənədi bu çərçivə sazişi demişdi, adlandıraq keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov, lap çərçivə sazişi deyək, sülh müqaviləsinin ilkin şərtləri mi deyək, nəsə də, yəni bu razılaşdırılacaq sənədlə bağlı məsələlərin qüvvədə olduğu bir vaxtda, indi bilməm bu rəsmilərin səfərləri əvvəlcədən yəqin ki planlaşdırılır. Bilməm bu təsadüfüdür Matviyenkonun gəlişi, yoxsa həyecanlanıb gəlibmi? Bax bu. Yox, Matviyenkonun səfəri mənə elə gəlir ki planlaşdırılıb. Matviyenko biraz əvvəl bir həftə bundan qabaq Türkiyəyə getmişdi. Rəcəb Tayyib Erdoğanla görüşdü. Çox maraqlıdır ki, Matviyenko gəzir. Bunun Xarici İşlər Naziri Lavrov zat heç bir şey gəzmir, amma Matviyenkonun da yəqin ki, sahibə Qafarova medal verilib, bilirsiniz, Rusiya prezidenti yəqin onun təqdimatına gəlib, bilmirəm nədir. Bu, mənə elə gəlir ki, təyyarəmizin vurulmasından sonra Rusiya Federasiyasının ən yüksək rütbəli, ranklı bir məmurunun Azərbaycana səfəridir. Münasibətlər istiləşib deyəndə ki, Azərbaycanla Rusiya münasibətləri heç vaxt isti olmur. Soymamışlar. Nə soymuş, soyuq olub. Təyyarə məsələsində xeyli kəskinləşdi. Yox da imperialist siyasəti davam etdirir. Burada nə isti olub, nə soyuq olub. Təyyarə məsələsində də indi üzr istəyib, nə istəyib, bu məsələləri keçmişdə qalıb, müzakirə eləmişik, yəni elə etmişsiniz. Ona görə də mən bu atəşkəsin pozulmasında Rusiya faktorunu görürəm. Bilirsiniz, Qərb Azərbaycanla Ermənistan arasında münasibətlərin sülh əməkdaşlığının, sülh müqaviləsinin bağlamasından maraqlıdır. Çünki Paşinyanın mətbuat konferansında o Türkiyə jurnalistlərlə verdiyində mən görürəm ki, Paşinyan Ermənistanla Türkiyə münasibətlərinin tez həll olunmasını istəyir. Və amma həm Azərbaycan, həm Türkiyə şərt qoyub. Torpaq ərazi iddiaları var sənin konstitusiyanda. O da dəyişir. O da deyir ki, 2026-ya kimi hələ heç nə dəyişmək fikrim yoxdur. Bu nəyin cavabıdır? Bu olmadığı müddətdə Azərbaycan Ermənistan arasında və Türkiyə ilə Ermənistan arasında münasibətlər qurulmayacaq. Hətta bir xəy yayıldı ki, üçüncü dövlətlərin vətəndaşı həm Ermənistan vasitəsilə Türkiyəyə gəlirlər, həm Türkiyə vasitəsilə o da işləmir, xəbəriniz olsun. Ona görə də indiki məqamda hər iki tərəfin xoş münasibətlər dediyi bir məqamda bu atəşkəsin olması əlbəttə qaranlıqdır və ən böyük düyündə Zəngəzur dəhlizidir. Deməli, əziz tamaşaçılar, mən bir maraqlı təhlilçinin də fikirlərini səsləndirmək istəyirəm. Bu Səxavət Məmməddir. O, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına dair rəsmi açıqlamalar verildiyini xatırladır və belə deyir. Ermənistan parlamentində müqavilənin müddəaları müzakirəyə çıxarılmışdı. Ermənistan müxalifəti müqavilənin ölkənin maraqlarına xidmət etmədiyini dilə gətirdi. Ümumiyyətlə, sülh sazişinin müddəalarının ictimai müzakirəyə çıxarılmasında fayda var. Misal üçün, Ermənistan tərəfi bəyan edir ki, dəhlizlə və SSR dövründə köçürülmüşlərin geri qaytarılması ilə bağlı sazişdə müddəa yoxdur.
O zaman sual yaranır. Qarabağdan köçənlərlə bağlı müddəa varmı? Ermənistan işğal siyasətinə görə üzr istəyib təzminatı ödəməyi öz üzərinə götürürmü? Hesab edirəm ki, indiki mərhələdə müqavilənin imzalanacağı gözlənilmir. Rəsmi qurumlar şərtləri razılaşdıra bilər, ancaq parlamentdə, xüsusilə Ermənistan parlamentində o müqavilənin ratifikasiya ediləcəyi inandırıcı gəlmir. Ümumiyyətlə, münaqişə dövründə və ondan sonraki zamanlarda sülh müqaviləsi ilə bağlı rəsmi açıqlamalar verildikdə, pozitiv mesajlar səsləndirildikdən dərhal sonra atəşkəsin pozulması, təxribatların yaşanmasını müşahidə edirik. Ona görə də baş verənlər təəccüblü gəlməməlidir və etiraf etmək lazımdır ki, bu regionda sülh müqaviləsinin bağlanması yaxud toqquşma region dövlətlərindən daha çox regionda təsir gücü yaxud maraqları olan dövlətlərdən asılı olur və hərbi ekspertin sözlərinə görə regionda maraqları olan dövlətlər də qonşu İran, Rusiya və Türkiyə, kənar güclər isə ABŞ, Fransa, Böyük Britaniya və Çindir. Əgər bu maraqlı dövlətlər arasında uzlaşma əldə olunmazsa, sülh müqaviləsinin imzalanması baş tutmayacaq deyir. Bir gün sülh müqaviləsinin imzalanacağını görəcəksə, o zaman anlaşılacaq ki, regionda maraqların uzlaşması baş verib. Dünyadakı münaqişə ocaqlarının sönmədiyi bir zamanda Cənubi Qafqazda sülhün əldə ediləcəyi bir qədər inandırıcı görünmür. Ermənistanın silahlandırılması, hərbi xərcləri 2 dəfə artırması, eləcə də Azərbaycanın hərbi xərcləri rekord həddə çatdırması və silahlar alması əslində regionun sülhdən daha çox müharibəyə yaxın olduğunu göstərir. Böyük müharibənin olacağı inandırıcı deyil. Böyük müharibə bu regionu iflic edə bilər. Ancaq qısa müddətli toqquşmalar baş verərsə, buna təəccüblənməməliyik. Düşünürəm ki, xüsusilə növbəti ayın ortalarından başlayaraq regionda hərəkətlilik bir qədər arta bilər. Təbii ki, bunu da bir təhlilçi deyir, bir müharibə müxbiri, müharibə təhlilçisi, hərbi ekspert Səxavət Məmməddir. Siz necə düşünürsünüz? Bu Səxavət Məmmədin fikirləri siz? Mən orada əlbəttə ki, biz burada deyirik ki, Rusiya, Çin, yəni Rusiya, İran məsələlərində danışır, qonşu dövlətlər də bunlar hamısı deyir və digər. Burada təəccüblü heç bir şey yox, bu həmişə də olub. Amma burada bir açıq-aydın bir şey var, Ləman xanım ki, bəli, Cənubi Qafqaz uğrunda döyüş gedir. Böyük güclərin Gürcüstanda qərb uduzmuş kimi görsənir, hələ ki. Məsələn, Gürcüstandakı iqtidarın arxasında Çin var. Çin orada limanlar alır. Burada İranın mövqeyləri demək olar ki, hələlik zəifləyib. Amma burada Çinin mövqeyi müəyyən güclənir. Burada Fransa var, məsəl üçün Ermənistanda, İngiltərə var. Böyük Britaniya həmişə bizim yanımızda olub. Amerika Birləşmiş Ştatları, Trump administrasiyası Cənubi Qafqazla bağlı hansı adımlar atacaq, hansı siyasət aparacaq, bunu zaman göstərəcək. Və Trump administrasiyasının Cənubi Qafqazla bağlı, Gürcüstanla bağlı bir dənə bir fikri, bir bəyanatı və geyi yoxdur. Hələlik orada Amerikanın səsini bağlamaqla, bunu oranı almaqla bir var. Ona görə də burada təəccüblü o təhlildə mənim üçün belə bir şey yoxdur ki, burada böyük dövlətlərin, belə deyək, əlbəttə, burada hamı oyun oynayır. Burada hamı öz marağını güdür. Amma burada Türkiyəsi, İranı, Çini, bugün biz Çinlə müəyyən yaxınlıqlarımız var. İqtisadi olaraq yaxınlıq edirik. Strateji iqtisadi müttəfiqliyə doğru getmişik. Buna etiraz etmirəm. Amma burada əsas bu adam, bu qüvvələrə qarşı dirəniş göstərən kimdir? Rusiya Federasiyası. Rusiya Federasiyası deyir ki, bura mənim bostanımdır, bura mənim bağımdır, bura gəlməməlisiniz. Bəli, Səxavət Məmməd bəy düz deyir ki, hamı axırda burada kompromis əldə edib, kimsə nəsə almalı. Amma Azərbaycanla ona görə də biz dəfələrlə deyirik ki, Azərbaycanla Ermənistan arasındakı tərəflərsiz, vasitəsiz münasibətlər qurulmalıdır. Yəni iki ölkə arasında. İkili diplomatiya. Üçüncü bir tərəf olmalı. İkili diplomatiyada, diplomatiyada buna elə ikili diplomatiya. Bunu Azərbaycan dövləti ilə Ermənistan dövləti çox ustalıqla, səbirlə, səssiz aparır. İndi biz burada qarşılıqda həm Paşinyan, həm Azərbaycan dövləti dedikdən sonra bu sülh müqaviləsi imzalanacaqsa, bu nə xoş. Amma Azərbaycan dövləti deyir ki, mən sənə inanmıram, düzdə deyir, ərazi iddiaları çıxar konstitusiyadan. Qarşı tərəfdə deyir ki, çıxarda bilmirəm. İndi bəzi təhlilçilər də düşünür ki,
onsuz da sabahlarım tutaq ki müharibə olacağı təqdirdə lap sülh razılaşması Müharibə bu nə? şərtlərsiz oldu. Sabah tutaq ki iki ölkə arasında yenə də deyir Ermənistan silahlanır, Ermənistan tutaq ki Azərbaycana qarşı müharibəyə başlayacaqsa, baxmayaraq ki ərazi iddiası da götürülübdür, sülh müqaviləsi də var və s. və ilə axır. Gün müqavilə belə deyək də hərliyən var, bağışlayın mən çünki biraz yox, yaxşı pis eləyib. çıxdı Pis sözümdə. çıxmır, siz təcrübəli jurnalistsiniz, söhbət ondan geçmir. Amma bu konstitusiyadan çıxart da bunu, düz buyurursunuz. O sənəd olsa boş şey. Yəni indi məqamı fürsətdir, yəni məqamdan istifadə edib də bu sənədi imzalamaq daha yəni anlaqlı olmazmı? Daha Azərbaycan xoş anlaqlıdan getmir. Azərbaycan dövləti yaxşı, 2026-cı ildə konstitusiya deyir dəyişəcəm. Bax, nə oxudunuz? Onların parlamentində müzakirə edir. Ratifikasiya edilməyəcək deyir sənəd. O müxalifət kimdir? Hamısı Rusiyaya bağlıdır. Bizdə heç kim heç nə müzakirə olunmur, heç kim heç nə xəbəri yoxdur. Yəni, istər olsa da parlament ratifikasiya edir. İndi ratifikasiya edər, çünki Paşinyanın orada səs var, amma çoxluğu var, amma orada indi o bilirsiniz də, hər qanunun qəbulunda neçə səs var, indi 1 səs, 5 səs, bu məsələ o deyil. Yaxşı Ləman xanım, götürək ki, deyirsiniz ki, konstitusiya ərazi müddəalarını 2050 lap çıxartmasın. Amma bu adam rəsmi konstitusiyasında mənə torpaq iddiası var. Bununla olduğu müddətdə bunu çıxart deyirik, Zəngəzur dəhlizi. İkinci düyün Zəngəzur dəhlizidir. Kimdən müharibə aparacaq ki biz? Deyirsiniz ki, silahlanma. Silahlanma Rus-Ukrayna müharibəsi başlayan bütün dövlətlərdə gedir bu proses. Bu gün də Trump da gəlib deyir ki, gedin öz başınıza çağırın. Avropada silahlanma. Amerika, Almaniyanın yeni baş naziri söz verib ki, zorunlu olan əsgəriyi gətirəcəklər qanun qüvvəyə ki, ham əsgəriyə hərbi xidmətə getməlidir. Ona görə də silahlanma hamı gedir. Hamı öz ordusunu, hamı öz dövlətini gücləndirməklə gedir. Ermənistana tək Rusiya da silah verir, Hindistan da silah verir. Bir də biz Ermənistanla nə müharibəsi aparacağıq, haran alacağıq biz? Mənə bu deyin görək, bu kim, bu nə suallar, haran alacağıq? Bəli, Zəngəzur məsələsində toqquşma ola bilər. Aprel ayında deyirlər. Mənim əlimdə sübut yox, fakt yox. Sizin varsa buyurun. Amma indiki əsas məqamda, indiki Azərbaycanın qətlən əgər bizim bugünkü Ermənistanla toqquşmamız bizə zərər, Avropanın əlində biz yenə bir kozur veririk, bir kart veririk. Biz ola bilsin bununla, ola bilər, biz və Zəngəzur dəhlizi məsələsini həll etmək məsələsi ola bilərmi? Bu, amma mən Aprel ayında deyilir ki, nə müharibə, yəni Zəngəzurdan başqa biz haran alacaq, İrəvanı alacaq. Yəni bu dezinforma, bu fikirləri yaymaqla ki, biz müharibə edəcəyik, nə toqquşma olacaq, bu olacaq. Söhbət bizdən getmir, Ermənistanın hərbi müdaxiləsindən gedir. Ermənistan Azərbaycana hərbi müdaxilə etmək gücü yoxdur, edərsə də Ermənistan silinər. Ermənistanda hakimiyyət deyilişi ola bilərmi, olmaya bilərmi, bu ayrı məsələdir. Zəngəzurla bağlı toqquşmalar zaman olub. Amma nə oldu bugünə kimi atəşkəs pozulmurdu? Niyə o sülh müqaviləsi zamanında oldu? Söhbətlər düşən kimi? Buna gəlmə, Azərbaycan heç yanına almaq nəticə Siz yox. bilirsiniz, daha çox Rusiyadır, eləmi? Rus var. İndi mən bir informasyada oxuyum, əziz tamaşaçılar, 500-ə yaxın insan var canlı yayımda, lütfən verilişimizi bəyənin və paylaşın. Çünki kəşfiyyat məlumatı sızdı, Ermənistan növbəti müharibə üçün yeni ordu qurur xəbərlərini. Bu dəfə baxın, Avropa İttifaqına yaxınlığı ilə tanınan EU Reportyor nəşri yazıb, Avropa İttifaqının Ermənistanı silahlandırmaq məqsədi ilə hazırladığı layihənin detalları ortaya çıxıb. Nəşrin məlumatına görə layihəyə Fransa rəhbərlik edir. Fransa, Hindistan və Yunanistanla birlikdə Ermənistanı silahlandırmağa davam etdiyi vaxt İrəvan üçün alternativ imkanlar da yaradılır. Bu imkanlardan biri də Ermənistana Avropa Sülh Fondu vasitəsilə silahların verilməsidir. Hazırda fond vasitəsilə 10 milyon avro yardım edilsə də bunun genişləndiriləcəyi gözlənilir. Ermənistan isə 2-ci Qarabağ müharibəsindən sonra PUA və S-PUA-ları, yəni silahlı pilotsuz uçuş aparatı əldə etməyə çalışır. Nəşr yazır ki, Avropa Sülh Fondunun növbəti mərhələdə Ermənistana 3 böyük yardım paketi verəcəyi gözlənilir. Beynəlxalq kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış deməli, Intelligence Online saytı yazır ki, Ermənistanın hərbi rəhbərliyi növbəti müharibəyə hazırlaşır. Əldə edilən kəşfiyyat məlumatlarına görə Ermənistan Müdafiə Nazirliyi 2-ci Qarabağ müharibəsində üzləşdiyi məğlubiyyətdən sonra strategiyanı dəyişdirib. Müdafiə Naziri Surem Papikyanın
rəhbərliyi ilə hazırlanan yeni strategiya Ermənistan ordusunun PUA, SPUA və digər elektronik müharibə vasitələri ilə təchiz edilməsindən ibarətdir. Hər halda bunu yazan Avropa İttifaqına yaxınlığı ilə tanınan EU Reporter nəşridir. Buyurun. Birincisi, bu Ermənistanı Fransanın silahlandırması məsələsi təəccüblü bir şey yoxdur. Biz bunu dəfələrlə eşitmişik. Bunu dəfələrlə eşitmişik. Mən başa düşürəm, adam öz ordusunu gücləndirir, öz ordusunda islahatlar var və ən önəmlisi, adam Rusiyadan asıllığını azaldır. Bu bizim istəmədik, bizim xeyrimizədir. Azərbaycanın milli maraqlarına sərf eləyir ki, Rusiyadan bu demək, Ermənistan ordusu azadlığa çıxır. Burada nə pis şey var ki? İkincisi, burada təbii bir şey yoxdur. Biz də silahlanırıq, biz də güclənirik. 44 günlük vətən müharibəsindən sonra səhvlərimizi, düzlərimizi yerinə yetiririk. Ona görə də, burada bir də maraqlı oldu Yunanistan. Yunanistan da təəccüblü deyil. Niyə təəccüblü olsun ki? Yunanistan həmişə ermənipərəst olub, Ermənistanın yanında olub. Ona görə də Rusiya, Ermənistan silahlı qüvvələri Rusiyadan qoparılır, Rusiyadan təkmilləşdirmək üçün işlər gedir. Bu, indi Ermənistan dövləti bir daha təkrar edirəm. Azərbaycana hücuma keçəcəksə, Azərbaycana müharibə elan edəcəksə, 44 günlük müharibəmiz, Azərbaycan xalqını necə şərəflə döyüşdü, bu da Ermənistanın sonu olacaq. Burada sadəcə əsas düyün, açılmayan düyün Ləman xanım Zəngəzur dəhlizidir. Bunu da Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzənin açıq deyil, istəmirik, qoymayacaq. Amma Azərbaycan tərəfi də burada israrlıdır. Tək də Azərbaycan yox. Ermənistan tərəfi də İrana söykənib, İran da istəmir. Yəni, bu Fransa da istəmir, digərləri də istər, bunu İngilis istəyə bilər. Bunu Türkiyə istəyə bilər. Rusiya da istəyir. Rusiya buna yaxın şərqə çıxması da onu da istəmir. Rusiyanın istəməyi, Rusiyanın FSB-si nəzarətindən də o tərəf istəyir də biz istəmirik. Yəni, burada problem, açılmayan problemlərdən biri budur. Amma yenə təkrar edirəm, şablonda olsa, təkrarda olsa, indi siz deyirsiniz belə fürsətdir, mən razı. 2026-da o kimi bilmirəm, indi bilmirəm, adam konstitusiyasında bizə qarşı ərazi bütövlüyü iddiaları. Bunu çıxartsın. Zəngəzur dəhlizi açılacaq, açılmayacaq, o ayrı məsələdir. Amma mən Azərbaycanla bir daha deyirəm, Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıyam və vasitəsiz, səssiz ikili diplomatiyanın aparılması, o təhlildə dediyiniz kimi hamı öz fikrini tək edir, hamı öz marağını istəyir. Burada kim istəyir? Burada biz Qərbi də neytrallaşdırmışıq, Rusiyanın da, İranı da oturaq özümüz danışaq. Demək, fikir mübadiləsi aparaq və sonda da o Mirzənin orada bir söz dedi və digərləri Azərbaycan Ermənistan xalqı qardaş olmayacaq heç vaxt. Bu boş şeydir, bu mənasız bir şeydir. Sadəcə sülh müqaviləsi imzalanmalıyıq ki, həm dünya üçün, sülh üçün, Azərbaycanın investisiya, Ermənistanın investisiya gəlməsi üçün və Qafqazda sabitlik olması üçün siz də məni təsdiqlədiniz. Trump administrasiyası heç də danışmır. Heç də demir. Elə Amerikanın səsini bağlayır. İndi keçəcəm deyir Azadlıq Radiosu'na nə qəribə fikirlər bildirir, nə inir, özü bilər. Yəni, Trump administrasiyasının hələlik Cənubi Qafqazdan bağlı bir fikir yok. Burada kim deyəcəm o? Fransa. Fransa burada öz işini aparır. Fransa öz siyasətini yürüdür. Ona görə də niyə Amerika Birləşmiş Ştatlarının adını çəkmişsiniz ki, Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələri də Paşinyan hakimiyyətinə kəşfiyyat məlumatları verirlər. Rusiya Federasiyası Nikol Paşinyandan narazıdır. Bunu devirmək istəyir. Bu da alınmır. İndi görək sonraki proseslərdə nə olacaq? Biz daha təkrar edirəm. Atəşkəsin pozulmasının, nə bizim Müdafiə Nazirliyimiz hələ ki, dünənə kimi susur. Bu sahadə qədər susub. Bir söz demir. Kim pozub, nə eləyib. Amma Ermənistanda qarşı tərəfdə də müəyyən bir fikirlər var. Amma nə oldu birdən-birə bu atəşkəs olsun, sülh müqaviləsi imzalayaq, bu olsun. Azərbaycanı da belə fikirlərlə ki, Azərbaycan müharibə olacaq, Ermənistanla nə toxu. Azərbaycan dövləti Ermənistanla müharibəsini aparıb, torpaqlarını azad edib, Xankəndini azad etmişik. Anklavlar qalıb. Zəngəzur məsələsi qalıb.
Başqa adamlar utopiyalar qurur, hər hansı Azərbaycan dövləti İndi alacaqsa bu adamlar Azərbaycanı indiki Rus-Ukrayna müharibəsi ərəfəsində, indiki qərb münasibətlərin çətinləşdiyi dövrdə, indiki və s. və ilə axır olduğu dövrdə Azərbaycanın yeni bir cəngəlliyə salmaya ehtiyac yoxdur. Deməli, əziz tamaşaçılar, Dövlət Televiziyasında AzTV-də yayımlanan həftə analitik informasiya proqramında da Ermənistanın sürətlə silahlanmasının səbəbləri haqqında danışılıb və deməli, Rövşən Məmmədov proqramında bunları deyib. Müşahidələr də göstərir ki, bugün Ermənistan oyunlarını iki əsas istiqamətdə davam etdirir. Bunlar hansılardır? Birinci, hərbi ritorikanı gücləndirir. Faktlar da bu versiyanı təsdiqləyir. Belə ki, bəzi məlumatlara görə rəsmi İrəvan aprelin 1-dən iyunun 13-nə qədər olan tarixlər arasında ehtiyatda olan hərbiçilərin toplantısını keçirməyi planlaşdırır. Yeri gəlmişkən toplanış 2 ay yarıma qədər davam edəcək ki, bu da standart təlim müddəti deyil. Deməli, məğlub tərəf daha ciddi planlar qurur. İkincisi, Avropalı müşahidəçilərin xeyli fəallaşması, onların sərhəd boyunca, xüsusilə də mümkün toqquşma zonalarında kəşfiyyat işləri aparması sistematik olaraq öz aləmlərində Azərbaycanın zəif mövqələrini müəyyənləşdirmək cəhdləri özlüyündə çox ciddi mətləblərdən xəbər verir. Mən hər halda siz Rusiya deyirsiniz, mən indi AzTV-nin belə deyək, reportajından, təhlindən belə başa düşürəm ki, onlar da Avropa deyir, eləmi? Yəni Avropa missiyasının fəallaşmasını deyir. Yəni burada Rusiyanın adı çəkilmir. Onlar da düşünər ki, Qərb burada iş görür. Avropa missiyası Azərbaycanın torpaqlarının, Azərbaycan dövlətinin icazəsiz gəlib ora. Mən bunu təqdir etmirəm. Qəbul da etmirəm. Amma Avropa missiyasının orada gəlib, əlində durbinlə nəyəsə baxmağı da heç nəyə dəyişmir. Yəni bunu da böyük bir şey gətirməyib çıxartmamalıyıq. Bunun nəticəsi Azərbaycan-Polşa ilə münasibətləri sərinləşib. Bəli, mən təqdir etmirəm. Avropa missiyası bizdən icazəsiz gəlib ora. Və yaxud da bizim dövlətimizin rəhbərliyi ilə danışıqda deyilib ki, müəyyən müddətdə gəlmişik, amma getmir. Sonra uzatdılar da, yəni ki, mən nə deyirəm? Bir il uzatdılar. Durbinlə indi gəlib baxır orada, baxsın. Amma biz bununla Polşa ilə münasibətlərimizi pisləşdirməməliyik. Və digərləri ilə də. İndi biz deyirik də çıxmır da, getmir. Nə eləmək lazımdır? İndi mən başa düşmürəm. Təlim keçirmək, müharibə düşsə yaxşı, biz də təlim keçirik. Biz çox keçirik təlimlər, amma burada görürsün, əsaslandırır ki, bu təlimin bir müddəti var. Əgər tutaq ki, bir var 10 günlük təlim, bir də var 2 aylıq təlim. İndi bunu hərbiçilər yaxşı. Azərbaycanın tutduğu işğaldan olan azad etdiyimiz ərazilərimizi heç kim bizdən bu gündən sonra ala bilməz. Şəhidlərimizin canı ilə, qanı ilə almışıq. Ən sonuncu ölkəmizin rəhbərliyini, iqtidarın müxalifətdir. Rus-Ukrayna müharibəsinin verdiyi fürsətlər və düzgün dövlətimizin rəhbərliyinin apardığı siyasət nəticəsində Xankəndini də azad etdik. Universitet açmışıq, quruculuq, abaldıq işləri görürük. Ona görə mən təəssüflər deyirəm, hörmətli Ləman xanım, siz də deyirsiniz. Qonaqlarınıza da deyəsən dedirsiniz ki, Qarabağa köç tezləşdirilməlidir. Ki, o durbinlə orada sərhəddə durub baxanlar, Avropadakılar, o birisilər iddiamlı rəvsiyonda deyirlər, Qarabağı almışsınız. Mən niyə ki? Əlbəttə ki, mən demirəm, imkanlar, maddi məsələlər var. Ona görə də insanların ora köçü tezləşdirilməlidir. Və bunun nəticəsində də bu proseslərdə həll olunma. İndi mən sual verirəm, Ermənistan bizə hücuma keçəcək təlimlə, nə olacaq? O da cavabını alacaq. Nə ala, haran alacaq? Bizim yenə deyirəm, Zəngəzur məsələsi, biz adam tez-tez danışa bilmir, istəyə bilmir. Olub da bu məsələlər oldu, təzyiq məsələ. Ermənistan, Nuh demir, Peyğəmbər nə deyir? Nuh deyir, nəsə bir misal var. Nuh deyir, Peyğəmbər demir. Bəli, Peyğəmbər olmayacaq Zəngəzur dəhlizi. Biz buna bir kompromis yolu tapmalıyıq. Tapırıq, buna bir yolu, sakitcə oturub danışmalıyıq. Bu deyir, mən sizə dəhliz verirəm, bu belə keçdi, İran belə eləyir və s. və ilə axır. Yəni, o düzdür, Rusiyası da, Çinisi də, o birisi, Çin burada iqtisadi güclü, Çin siyasi güclü ölür. Başa düşdüm ki, yəni bu sülh məsələsi ya istəyirsə də hazır olsun, yəni sən mümkün deyil. Hələ ki, indiki məqamda 2026-cı ilə Paşinyan deyir, konstitusiyaya çıxardacam, nə çıxardacam bilmirəm. Bizdə çox təəssüflər olsun ki, ölkəmizin rəhbərliyi danışmadığı müddətdə də nə proses gedir, xəbərimiz yoxdur.
Aydındır və əziz dostlar, verilişimizi bəyənin və paylaşın. Teymur bəy buradayken bir qədər də Rusiya-Ukrayna ilə bağlı danışmaq istəyirəm. Vitkovdan bir açıqlama var. Deyib, Trumpla Putin arasında böyük dostluq var. Bu, o Vitkovdur ki, təzəlikcə gəldi, Putinlə danışıqlar apardı və s. və ilə axır. İndi onun açıqlamaları haqqında böyük bir, deməli, Yerusəlim Postun yazdığı bir maraqlı məqamdır və s. və ilə axır detallarına toxunmayacağım. Amma hər halda ifadə ona məxsus imiş ki, o bildirib ki, Trumpla Putinin arasında böyük bir dostluq var. Və Trump indi öz dostuna kömək edirmi öz aləmində? Onda belə bir sual yaranır ki, Rusiya-Ukrayna məsələsində biz Amerikanın rolunu artıq kifayət qədər aydın şəkildə gördük. Bu Rusiya hisarıdandır. Və sizinlə burada biz Rusiya-Ukrayna müharibəsini xeyli dərəcədə müzakirə eləmişik. Bir neçə dəfə müzakirə eləmişik. Nə dəyişdi o vaxtdan bu yana? Yəni, belə deyək də, proseslərin bax, bu məcraya gələcəyini, Amerikanın dayanmadan Ukraynanı silahlandıran bir ölkənin birdən-birə bu şəkildə Rusiyaya meyillənməsi və yaxud Rusiyanın siyasətini dəstəkləməsi, az qala bir işğalçıya bir bəraət qazandırması gözlənilən idimi? Birincisi, bu müharibəni Rusiya Federasiyası uduzub. Bu bir. Bu müharibədə Rusiya mifi yoxdur. Dünyanın süper əjdahası ordusudur, o mifi dağılıb. Bu bir. O elədir əslində. Bəli, elədir. Bu birdir. Mən əksinə deyirəm ki, bütün dünya Rusiya ilə bacarmadı. Bunu da mən səsləndirəm. Niyə? Çünki artıq Rusiya ilə gedir də. Ukraynaya istədiyini elətdirə bilir, hörmətli Ləman xanım. Yox, başa düşürəm, elətdirə bildi, bilmədi. Amma dünya Rusiyanın qabağında aciz durumda deyilmi? Avropa təşvişdə. Bütün Avropa ölkələri silahlanır. Polşa oradan deyir, gətirin nüvə nələrini bizə birləşdirin. Almanya silahlanır. Başqa söhbətdir. Başqa söhbət deyil, mən ilki mənzərəni deyirəm. Ukraynanın, mən siz bax, Rusiya Ukraynaya istədiyini elətdirə bilmir. 3 günə ərazidə Kiyevi ala bilmir. Almadı ki, Rusiya dünyanın süper ordusudur, dağılıb tökülüb. Yəni, məqsəd bu idi mi Rusiyanın gücünü göstərmək? Rusiya burada 2 məqsədi var idi. Tutduğum əraziləri qəbullan, təhlükəsiz, neytrallığı ver, bacara bilmir. Bu bir. İkincisi, bu müharibə ancaq və ancaq Ukrayna xalqı, millətinin məğrurluğu vasitəsindən qalib gəlir. İkinci də, baxın, siz bunu qalib edəcəksiniz. Müttəfiqlər müharibəyə qoşulsa, qalib olacaq, o da qoşulmayacaq. Bu belə. İkincisi, siz deyirsiniz ki, Amerika yox, Trump administrasiyası deyil. Vladimir Putinin məqsədi bu idi ki, Amerika ilə masaya otursun. Ən böyük məqsədi bu idi və Ukraynasız masaya otursun. Biden administrasiyası bunu istəmirdi. Trump administrasiyası istədi. Nədən? Yaxşı sualdır, nədən? Trump cəmaata, xalqa, seçkilərdə sual vermişdi ki, söz vermişdi ki, mən seçilsəm bu müharibəni dayandıracaq. Bir gün oldu, bir gündən də keçdi. Sonra nə vardı? Ukraynaya kəşfiyyat ilə dayandırdı. Sonra nə oldu? 30 günlük atəşkəs Zelenski qəbul etdi, düzdür? Amma nəticədə nə atəşkəs var, nə bir şey var. O da Putin də, yəni Rusiya tərəfindən. Əlbəttə ki, burada Rusiyanın diktəsi şərtləridir. Niyə istəmir Putin bunu, atəşkəsi? Niyə istəmir? Bunun istəməyim ki, ondan getmir ki, Ukraynaya deyirlər ki, tutduğun torpaqlardan qəbullan. Edərsiniz bunu siz? Yox. Zelenski edər bunu? Yox, yəqin ki, eləməz. Ukraynada Oval ofisdəki şounun da müharibə nəticəsi Ukraynaya masaya oturdu. Amma harada oturdular? Riyadda. Sonra nə oldu? Sonra oldu ki, Riyaddan sonra demək kəşfiyyat bərpa olundu, hərbi yardım oldu. Zaten Trump publik üçün oynaydı ki, bax mən söz vermişdim, müharibəni dayandırmaq üçün çalışıram. 30 günlük də atəşkəs olsun. Nə bilim, 1 illik də atəşkəs olsun. Heç kim burada demir ki, ərazi bütövlüyü məsələsi Ukraynanın necə olacaq? Bugün Henry Kissinger dünyasını dəyişib. Ölməmişdən qabaq nə deyirdi? Təhlükəsiz zəmanəti verin, Ukraynanın NATO üzv eləməyin, tutduğu ərazilərdən əl çəksin. Ukrayna inkişafa doğru getsin. Deyirdi. Sonra topa tutuldu, ağıl getdi, 2 yeri götürdü, dünyasını dəyişdi. Trump administrasiyası onu yerinə yetirmək istəyir. Onunla əlaqədar nə varmaq istəyir? Çini mühasirə almaq istəyir. Rusiyanı öz yanına çəkmək istəyir. Yaxşı, siz öz yanınıza çəkmək istəyirsiniz Rusiyanı.
Çin'i mühasirəyə alırsınız. Fikriniz var. Sovet İttifaqını mühasirəyə aldınız. SSR-ni dağıtdınız. Çin'in yanınıza gətirdiniz. Bugünkü ərəfdə Amerika Birləşmiş Ştatları mən şəxsən görürəm ki, Çin'i mühasirəyə almaq üçün o potensial yoxdur. Kimlə? Sən indi Avropanı deyirsən ki, get başa çarə qıl, onu da axırda bazarlığı eləyərsən. Avropalılar olsa döyüşmə qabiliyyəti yoxdur. 70% yükləyərsən onun belinə ki, xərci sən ödə, mən bu problem bu olacaq. Avropalıların pulu çoxdur. İndiki zamanda Avropalılar indi hal-hazırda güclü ordu qura bilməzlər. Amma zamanında quracaq. Trump administrasiyası gələk. Məqsəd Çin'i qoyub. Məqsəd bu müharibəni dayandırmaq istəyir. Amma bu istəyir ərriyyətdə, istəyir nə bilməm, bu indiki məqamda mən bu müharibənin dayanacağına, bu şərtlər altında bu müharibənin bitəcəyinə heç kim inanmıram və heç kim də bunu deyə bilməz. Ateşkəs də olmayacaq. Ateşkəs 30 günlük olacaq. Bəs sual, niyə sual vermişsiniz ki, niyə Trump Zelenski buna razılaşır? Neyləsin? Elə o sual gələcəkdi ki, yəni o da gözlənilməz oldu ki, Zelenski birdən ateşkəsə razılaşdı. Onun ritorik bizim bu Cumhuriyyəti tədqiqatçısı, Cumhuriyyətdən kitab Mehmandarov sənətli film çəkən bir insansız həyatı bu. O nə çəkir Cumhuriyyətdə yetim idi, yersiz idi, gedəcəyimiz yer yox idi. Bunun da gedəcəyi yeri yoxdur. Yoxdur. Amma heç kim də bundan ötürü döyüşmək istəmir və döyüşməyəcəkdir. Ona görə də məcbur qaldı ki, elədir, təslim olmalı, yardım. Bu başqa məsələlərdir ki, ehtiyat məsələsi, problem var, döyüşə bilməm. Bir dəfə də demişəm, oturub o Zaluzin adlı bir ali başkomandan Londonda kefir. Sən nəzərən Ukrayna patriotusan ki, gəl ələ-ələ avtomatı döyüşdə ön cəbhədə. Yəni, Ukraynanın problemləri çoxdur. Prezident olmaq istəmir mi Zaluzin? O da erası bitdi da, getdi da. Niyə ki? Niyə getdi? Demirlər ki, Zelenskinin o daha çox şanslı o əvəz eləyəcək deyirlər. Əvəz eləyəcək deyəndə ki, Zaluzin ona görə getməyib. Zaluzin siz yenə danışdırırsınız, Zaluzin... Danışmaq üçün gəlmişsiniz da bura. Danışmaq üçün gəlmişik, elə şey var demək lazım. Zaluzin burada əmrinin başından böyük əmirsiz işlərlə məsul olub. Ona görə çıxıb gedib. Ukraynada mı? Əlbəttə. Nə iş görübdür ki? Onu özü jurnalist araşdırın, tapıb deyək. Deməli, əziz tamaşaçılar, bəzən bizim təhlilçilərimiz də burada Ukrayna içində əleyhinə danışmaqla ehtiyat edirlər. Çünki Republikadan yəqin ehtiyatlanırsınız. Mən heç nədən ehtiyatlanmıram. Deməli, yox, heç o mənə maraqlı da deyil. Mən ona maraqlı deyil. Bu işdə son söz Ukrayna xalqı deyəcək, Ukrayna cəmiyyəti deyəcək, Ukrayna bu müharibədə U dönüşü eləməlidir, masaya güclü oturmalıdır. Belə deyil. Azərbaycan Respublikasının prezidenti də Cənab İlham Əliyev də keçən də yaxşı bir söz dedi. Bunu biz də heç kimə bel bağlamamalısın. Müttəfiqlər və dostlar var. Qardaş, heç kim Rusiyada döyüşmək istəmir Ukrayna üçün. Döyüşməyəcək də. Sən özün döyüşməlisən, sən özün uğur qazanmalısan. Bugün Ukraynanın silah problemi yoxdur. Bugün Ukraynanın pul problemi yoxdur. Bugün Ukraynanın idarə etmə problemi var. Hərbidə və ehtiyat problemi var. Zelenski pis prezident deyirsiniz. Xeyr, ordu idarə etməsi. Ordu idarə etməsi. Zelenski pis prezident kim deyir ki? Zelenski bir gün əlində qəhrəmanlıq göstərib. Zelenski qaçsaydı bu iş bitmişdi. Plan da o idi. Bunu Johnson da demişdi, Biden da dedi ki, gel Washington'da otur, gel burada. Getmədi, sağ olsun. İndi mən nə deyirəm? Deyirəm ki, bunun üçün daha vurub o masaya güclü oturmaq lazım. Bugün görürsünüz, günahsız insanları vurur. Günahsız insanları öldürür. Acımasızlıq edir ki, Ukraynaya təslim olsun. Ən pis variant atəşkəs ola bilər. Hələ onda razılaşma yoxdur. Onu da bayaq çox maraqlı bir müharibənin araşdırılması Hamı oynayır da. Təhlil eləmişdi ki, tərəflər, baxın, Lavrovla deməli, ABŞ nümayəndəsi arasında olan görüşü daha çox sərgilədilər. Deyirlər ki, orada nə anlaşmadırsa da heç bir ölkə o haqda danışmaq istəmədi. Deməli, o anlaşma yoxdur. Anlaşma dedim də, ipucu verdim. Niyə bunu tutmursunuz bir profesional jurnalist olaraq? Heç kim Ukraynanın ərazi bütövlüyündən danışmır. Və bundan artıq da nə ipucu verir, deyirsiniz ki, biz danışmırıq. Heç kim demir. Onun üçün də kim ona imza atar? Hörmətli Dəman xanım, Zelenski onu atarsa həyatda xain olar. Bir professor var, Jeffrey Sachs. Yaman məşhur adam. Bir baxıram. Kopda bizə də gəlmişdi Bakıya. Maraqlıdır. Amerikalıdır mı? Bəli. Və Yahudi əsillidir maraqlıdır. Bəli. Və haradan gəlmişdi? Ermənistandan da gəlmişdi. Paşinyanla görüşüb gəlmişdi.
Bu deyir ki, bu yaxşı, maraqlıdır, məlumatları var, sağ ol. Açıq deyir, Ukraynaya get təslim ol. Açıq deyir ki, Rusiya müharibəyə başlayıb ki, Ukraynanın neytrallıq olsun. Ay qardaş, Ukrayna olsa neytral idi da. Ukraynanı heç kim NATO-ya üzv eləmir. Bəli, Bushu əgər Bushun dövründə Gürcüstanı, o biri dövlətləri Bush dedi, oğul Bush ki, bunları NATO-ya üzv eləyək. Yox dediniz, onda olsaydı proses başqa cür olacaq. İndi iş işdən keçib. Və deyirsiniz, mən sizə dedim, heç kim demir ki, ərazi bütövlüyü, qardaş, Türkiyə Respublikasının rəhbərliyidir. Hamı deyir ki, nə? Atəşkəs olsun. Yaxşı, bu müharibəni nətər dayandırırsınız siz? Atəşkəs olsun, olsun. Demək, sabah yenə müharibə olacaq da. Olsun, Ukraynaya olan olub. Ukraynanın, necə deyərlər? Ona görə mübarizə aparmışsınız. Lukashenko, qəribə fikirlər deyil. Heç kimi açmır dediyi ərazi bütövlüyü. Bunu Ukrayna hakimiyyəti çox yaxşı bilir. Amma nə oldu? İngilis hökumətinin yeni baş naziri deyib ki, biz sənlənik. Oval ofisi olan da görsənən budur ki, indi gəldi ki, tamaşaya oxşayır. İndi görüşəcəklər Putinlə Trump'ın görüşünə gözləyirsiniz. Dəmir-dümürmü, armaturlarımı, mis yataqlarımı alın. Bu sualı necə vermişsiniz ki, Türkiyəni aparırlar Avropaya, qalxan üçün? Onu sizə qədər 10 dənə müsahibdən soruşmuşam, sizdən də soruşam. Nə deyiblər o 10 dənə müsahiblər? Mənim vaxtım olmur deyinə arada. 10 dənə müsahibinin hərəsinin bir cür açıqlaması var. Əksəriyyəti düşünür ki, mən məsəl üçün öz payıma deyirəm ki, hətta deyirəm ki, yaxşı Türkiyə, bu yandan da Türk Dövlətləri Birliyində təmsilçilik məsələsi var. Avropa Birliyi, ümumiyyətlə Avropa, Türkiyəni bu 40 il, 60 il bilən müxtəlif də rəqəmlər var. Gözlədəndən sonra Türkiyəni sizcə yəni götürəcəkmi? Yəni bu gün ola bilirəm ki, əşyaya ehtiyac yaranıb. Amma eyni zamanda da Türkün bir vuran əli, bir güclü ordusu və o nüfuz Avropanı sarsıtmayacaqmı? Birincisi Donald Tusk deyirlər də, baş nazir gəldi, dedi ki, sizi Avropa Birliyinə üzv qəbul edirik. Biz dəstəkləyirik. O şey elə belə, o sənin özünü Avropa Birliyinə qovdular. Birinci, Avropa Birliyi bir monolit bir qurumdur. Hərə orada bir havası var. Bu bir, kim harada deyiblər ki, Türkiyənin Avropa Birliyi? Türkiyənin Avropa Birliyinə üzv ol. Deyiblər, gəl mənim qalxanım məsələsi var. Bu da bir fikir artırıb ortalığa. Kimə qarşı artırıb bu qalxan? Kimə qarşı duracaq Türkiyə qalxanı? Niyə buna cavab vermirsiniz? Deyin də. Rusiyaya qarşı. Əssalam. Kimi döyüşdürürlər? Mən də onu deyirəm də. Deyirəm, yəni ki, Türkiyə heç öz... Amma bir şey vardır, Rəcəb Tayyip Erdoğan'ın da, Hakan Fidan'ın da Avropaya bir çağırışı vardı. Bizə ehtiyacımız var deyildi. Ehtiyacınız var, Trump da nə deyəcək? Məsələ budur. Dünən Trump da ilə Erdoğan telefonla danışır. Əssalam. Trump'ın nə deməsindən asılı olaraq Türkiyə addım atacaq deyirsiniz? Əlbəttə ki. Amma biz nətər Moskvaya baxırıq, Ankaraya baxırıq, Tehrana baxırıq. Onlar da daha böyük güclərə baxır. Hamı da hər yerə baxıb siyasətini elə qurur. İndi həmin siyasətə görə nə düşünürsünüz? Necə olacaq Türkiyənin mövqeyi, aqibəti? Hələ heç kimi heç nə bilməyin. Çağırırlar, danışırlar, gedirlər, müzakirələr aparırlar. Avropa heç nə olmayacaq. Trump döyəcək onları, axırda istədiyində alacaq. Məsələn, Kanada dünən F-35-dən çıxıb. Mən istəmirəm səni təyyarı. Halbuki Trump'ın dediyindən nə dediniz? 51-ci ştatı Trump demir ki. Buna hamı deyir. Bundan sonra əvvəlki Amerikan prezidentləri də deyir bunu. Ki, bura mənim 51-ci ştatımdır, İngilislə danışıqda. Yəni, biz burada nağarmalıyıq. Biz bu məngənələrdə, biz bu ayıq-sayıq olmalıyıq. İndiki məqamda aləmin nəsə və s. Səbirlə, təmkinlə biz işlərimizi görməliyik. Ukraynanın ərazi bütövlüyü məsələsi həll olunmalıdır. Tutduğu ərazilər, məsələn, Kursk. Günün orta çağı gəldi formu ilə Kurska. Yaxşı, o Kursk məsələsini, deyin, sonra mən sualımı verəcəm. Yox, elə siz sual verin. Mən sualı verəcəkdim ki, bax, o Kursk məsələsində, Kursku əldən vermə məsələsi niyə məhz gəldi, bu günlərə təsadüf elədi? Çünki belə fikirlər vardı ki, güya Putinin tələbləri arasında o da var ki, yəni Kurskun boşaldılması və yaxud təhvil verilməsi. 9 mayda mən paradda xalqa çıxış edəndə deyim ki, Bəbara Paşinyanı parada çağırıb, ha? Çoxdan da o xəbər. Yox, telefondan da dedi ki, qardaş gələrsən.
Amma bizə elə dəvət yoxdur deyəsən. Nə ehtiyac da yoxdur. Olsa da səfirimiz getsin, otursun orada. Aha, buyurun. Yəni Kursda danışaq, Paşinyan qoyun. Kursda, siz çox mən siz diplomatik açıdır, siz bu tərəfə gəlirsiniz. Kurs, indi nə oldu? Birdən-birə sən gizlənmişsin, kurslar çox biabırçılıqda, indi gəlmişsən. Demək, Ukraynaya deyilib da, bax, sirrin biri də açdıq. Çıx kursdan. Çıx kursdan deyilib. O məsələlər var. Kursdan çıx, burada döyüşək, burada aparaq, pul verək. Amma pullar gələcək, yardımlar da gələcək. Və müharibə davam edəcək deyirsiniz. Müharibə də davam edəcək. Bu müharibə bitməsi üçün, hörmətli Ləman xanım, bildiyim qədər tarixzat da çox yaxşı oxuyursunuz. Lider lazımdır. Var lider. Var ki Henry Kissinger. Var Nixon. Vyetnam müharibəsindən çıxartdı. Yox. Alverçi Trump var əvəzində. Yoxdur. Alverçi Trump var, bəli. Amerikanın səsini, əmriyarlarınız işsiz qaldı. Nə olacaq bu üçün axı? Bundan fikirləşmişsiniz. Azadlıq radiosuna bağlayacaq. Elon Musk kimi bir adam düşüb ortalıqda. O onu deyir, bu bunu deyir. Demokratiyadan danışırlar. Nasistləri alternativ Almaniya partiyasına pul verirlər. Belə dünya qəribə gedir. Hamı silahlanır. Almaniya indi ordu quracaq. Niyə bundan demirsiniz? O birisi, bu birisi. Ermənistanla Yunanistanın əməkdaşlığını indi ayırmışıq. Çünki 150 ildir bu belə var da. Aydındır və sonda deməli mən bu Qafqazın rəylərini oxuyuram, bu dəfə də həvəslə oxuyacağam. Çünki bizim daimi tamaşaçılarımızdan biridir. Qafqaz yazır ki, görək bizə ilişir. Yazır ki, Ləman xanım, Rusiya-Ukrayna müharibəsində sülh olsa, mənim sevdiyim kanal Lav TV nədən danışacaq? Bu sual az əvvəl öz aramızda olmuşdu. Elə bir mənim ürəyimi oxuyublar. Yazır ki, mənim sualım qonağa yox, sizədir. Sülh olacaqsa hansı mövzulardan danışacaq? Tək Rusiya ilə Ukrayna arasında sülh olsun. Valla mən bunu ürəkdən arzuluyuram. Tək insanlar, o körpələr, o millətlər qırılmasın, sülh olsun. Mən uzağı Lav TV-ni bağlayıb gedəcəm, heç narahat olmayın. Danışmağa o qədər mövzu var, en qədər. Qətiyyən narahat olmayın. Xəbər varsa, jurnalistika varsa biz buradayıq, heç narahat olmayın. O hörmətli Qafqaz qardaşımızı mən də salamlayıram. Maraqlı keyfimizi açdığına görə. Amma mən hörmətli Ləman xanımla Rus-Ukrayna müharibəsi başlamamışdan qabaqda danışırdım. Danışırdıq, doğru mu? Mövzu var, jurnalistlər gündəm tapır, amma hörmətli Qafqaz qardaş, bu Rus-Ukrayna müharibəsini danışmalıyıq, bizim taleyimizdir. Ondan qabaqda Qarabağ danışdıq. Ukraynaya xalqına dəstək verməliyik, öz maraqları çərçivəsində Azərbaycanlılar orada şəhid olurlar, Ukrayna ərazi bütövlüyü uğrunda. Əlbəttə deyə bilərsiniz ki, Ukraynalılar bilir, bilmir, bilmirəm. Nəsə, biz öz vəzifə borcumuzu aparaq, Rus-Ukrayna müharibəsi dünyanın və bizim də taleyimizi həll edir. Doğru, hər birimizin taleyindən gəlir, keçir bir qırmızı xətlə və yeri gəlmişkən sonunda, əziz tamaşaçılar, o Kurskla bağlı danışdıq. İndi Ukraynanın Kursk əməliyyatından da danışılır, Ruslar darmadağın edildi deyə belə bir xəbər var. İndi bu da bir informasiya müharibəsidir. Deməli, Kursk vilayətində Ukrayna ordusunun əməliyyatı hər mənada uğurlu alındı. Çünki itkilərin nisbəti 1-in 10-a Ukraynanın xeyrinə idi deyə Ukrayna ordusunun Aydar batalyonunun keçmiş bölük komandiri Yevgeni Dikiy danışıb. Onun sözlərinə görə hərbi nöqteyi nəzərdən itkilərin nisbəti həmişə Ukrayna üçün çox əlverişli olub. Bu 8 ayda Ruslar Kurskda məğlubiyyətlə darmadağın edildilər. Biz əslində orada bu müharibənin miqyasında çox cüzi itkilər verdik. Ruslar isə əksinə orada bir ildən artıqdır ki, kütləvi hücumlar həyata keçirdikləri Pokrovski istiqamətində ciddi itkilərə məruz qaldılar. Hərbi baxımdan balans bizim xeyrimizə deyib, keçmiş komandir onu da bildirib ki, Sucada Ukrayna hərbiçiləri nə yarım mühasirə, nə də tam mühasirə vəziyyətində olub. Əslində Rus qoşunları əsas logistik marşrutu kəsərək Ukrayna kontingentinin təchizatını mümkünsüz etdi. O zaman kontingent mütəşəkkil şəkildə çıxmağa başladı. Bu da təbii ki, Yevgeni Dikiyin bir açıqlamalarıdır. Buyurun, buyurun. Bu, Ləman xanım, o, bəli, hər iki tərəfin açıqlamalı. Yəni, bir söz deyim və icazənizə, yəni rəhbərin böyümüz, siz yekin başlıyorsunuz. Yəni, verilişin aparıcısı böyük, siz. Rusiya istədiyini alıb Amerikanın masaya oturdu. Amma istədiyini tam olaraq da bir gündəm dəyişir, müəyyən vaxt itkisidir. Tam istədiyini də masaya oturmaqla almır. Lap atəşkəssə, o qalsıqlı müddət olsa da bir müddətdə.
lap Ukraynanı məğlub eləyib eləsə də belə bu sanksiyalar geri götürülməyəcək və ən önəmlisi kimi Rusiya tarixə bu Ukraynanın tutduğu əraziləri, torpaqlarını geri qaytarmadığı müddətdə də işğalçı bir dövlət kimi qalacaq. Vəssalam. Yəni bunun hər tərəfli bayaq girişdə dedəcək, udub, qalib, gəlməyibdən dəxli yoxdur. 9 may paradında nə edəcək Putin? 9 may paradını güya Sovet hökumətinin dövrünü siz görmüsünüz. Nə vaxt keçirdiklər ki, bir dəfə müharibə vaxtı qalibiyyətdə keçirdi. Ondan sonra uzun müddət olmayıb da, bu 60-cı illərdən deyəsən başlayıblar. Yox, 9 maya deyirəm, niyə hazırlıq görə bilərlər, nə edə bilərlər ki, Putin orada bir qalib obrazını canlandırsınlar. Rus xalqının vecinə deyil, elə Sülötqadan, Araqdan içi gününü keçirdi, yaşayırdı. Rus xalqı ömrü boyda belə gəlib, belə də gedəcək. Qarnım ac olsun, amma döyüş rolu var. Bunun Potyomkini dedi, mən deməmişəm, Yekaterina Şağalı ki, biz elə bu gündə gəlmişik, bu gündə də gedəcəyik. Bizə demokratiya. Rus xalqı neyini? Rus xalqı elə deyilmiş ki, dünyanı almışıq. Yəni müharibə. Təşəkkür edirəm. Çox sağ olun. Maraqlı söhbət üçün. Əziz tamaşaçılar, sizə də minnətdaram.